Qarabağ yollarını ilk fethedənlərdən biri, dəmir yumruq kimi güclü olan Defender. Bu avtomobil Azar Tuning komandası tərəfindən Okta Bodikdə giyindirilib və gördüyünüz kimi 10 sm daha enli və fərqli görüşünə malik oldu. Okta Body Kit sinifin ən yüksək dərəcəli tuning versiyalardan biridir. 307 min dollar verməyə ehtiyac yoxdur dostlar. Alırsan 60 min dollara Defender, gətirirsən bizim yanımıza, cüzi simvolik bir summa ilə biz onu yığıb eləyirik 500 min manatlıq avtomobil. Avtomobildə gördüyünüz kimi ön hissəz bor, setkalarla bir yerdə ablisovka tərəflər dəyişildi. Jabralar kapotda dəyişildi, başqa bir versiyadır. Avtomobilə en verən 10 santında daha çoxaldan bu arkalarda 4 dənəsi dəyişilir. Okta'nın firminin simvoluna aid olan setkalarda naxışlar. Okta simvoludur, o da biz tərəfdən quraşdırılıb. Arxa hissə də tamamilə dəyişdirilib. Ən əsası odur ki, dəmir qluşisillər. Okta'nın qızıl rəngində olan kruklar, Gold Supportlar, Brembo və Okto'nun rəsmi znakı ilə biz tərəfdən rənglənib.